eləyirsiniz və sevdiyiniz müğənninin gəlib 30 dəqiqə oxumasını istəyirsiniz. Bəs bunun sizə neçəyə başa gələcəyini bilirsiniz? Bəzi məşhur müğənnilərin yarım saatlıq çıxışının qiyməti 10.000 manata qədər yüksəlir. Bəs ən bahalı kimdir? 2026-cı ilin əvvəlində yayılan siyahıya görə Bakıda müğənnilərin 30 dəqiqəlik toy çıxışlarının qiymətləri kifayət qədər fərqlidir. Artist.az-da yer alan ən aşağı qiymət kateqoriyalarından biri 500-1500 manat aralığındadır. Bu siyahıda Ramil Nabran, Tural Qismət və Vaqif Şüxəliyev kimi müğənnilər yer alır. 1500-3000 manat aralığında isə Azad Şabanov, Kəmalə Günəşli, Elnur Hüseynov, Manaf Ağayev və Samir Cavadzadə kimi müğənnilər göstərilir. Qiymət 3000-5000 manata çatanda isə siyahı daha da genişlənir. Bu kateqoriyada Elnarə Abdullayeva, Elton Hüseynəliyev, Eyüp Yaqubov, Könül Kərimova, Ədalət Şükürov, Murad Arif, Manana Çaparidze, Natavan Həbibi, Şəbnəm Tovuzlu, Xatirə İslam və Zamiq Hüseynov kimi adlar var. 5000-7500 manatlıq kateqoriyada isə Brilyant Dadaşova, Günay İbrahimli, His, Miri Yusif, Tünzalə Ağayeva və Zülfiyə Xanbabayeva göstərilir. Ən yüksək qiymət kateqoriyasına çatanda isə məbləğ artıq 10.000 manata yüksəlir. Siyahıya görə Aygün Kazımova və Röyanın 30 dəqiqəlik toy çıxışının qiyməti 7500-10.000 manat aralığındadır. Yəni, bəzi hallarda bir müğənninin cəmi yarım saatlıq çıxışı üçün orta aylıq maaşdan dəfələrlə çox məbləğ ödəmək lazım gəlir. Üstəlik bu rəqəmlər bütün toyun qiyməti deyil. Söhbət əsasən 30 dəqiqəlik çıxışdan gedir. Bütöv toyun idarə olunması isə ayrıca və daha yüksək məbləğə başa gələ bilər. Məsələn, 2026-cı ilin iyun ayında yayılan başqa bir siyahıda isə bəzi ifaçıların bütöv toy qiymətləri 10-18 min manat və daha yuxarı göstərilib. Bəs sizcə 30 dəqiqəlik çıxış üçün 10.000 manat ödəməyə dəyər? Siz hansı müğənnini toyunuza dəvət edərdiniz və onun üçün nə qədər pul ödəyərdiniz?